Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisas Artırma Mərkəzinin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin 140 illiyinə əsr olunan silsilə ustad dərsləri yekunlaşıb. 10 gün davam edən layihə çərçivəsində 12 ixtisas üzrə tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs ustad dərsləri keçirilib. Qeyd edək ki, ustad dərsləri Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün nəzərdə tutulub. Tələbələri dinlədim. Əlbəttə ki, həm yaxşı cəhətləri, nöqsanları bildirdim. Bu uşaqların gələcəkdə bir vokalçı kimi formalaşmasına, inkişaf etməsinə təkan verir. Yəni, master dərslərin əhəmiyyəti çox böyükdür. Xoşdur ki, övladlarımız milli rəqsimizə belə maraq göstərirlər və mən bugün ustad dərsində həqiqətən çox sevindim ki, övladlarımız xalq rəqslərimizi, uzun dərəmizi ifa elədilər və ümidvaram ki, gələcəkdə bu övladlarımız, bu uşaqlarımız profesional səhnədə öz sözlərini deyəcəklər.